Beşinci cəlsəmiz bir çox mühüm hərəkətlə qabağa gedəcəkdir. Ütüləmə ya biləsinə qeyçi hərəkətdə deyirlər. Çoxtar ləfzi ütüləməni istifadə edirlər. Bir seri hərəkəti biləcə icra edirəm. Sonrasında tozih verəcəm və bahəmlikdə hərəkəti öyrəşəcək. Ütüləmə 3 şumarı olur. 1, 2, 3, 1, 2, 3. İşi həman yapışdırmaya taydır. Yəni hərəkəti sağdan aparır sola tərəf. Və eləyə bildik 3-cü şumaranı ya daban gəlsin, ya ayağın ucu yerə dayansın, ya ayağı şəx saxlayaq ki, pişnahadımız budur biləcək ki, ayağı üstdə şəx saxlayacaq. Eyni şəx yapışdırmaya tay. Lütfən bir şeydə baxırıq. Bu hərəkətdə bir mühüm nöqtə vardır. O da budur. Biz ütüləmədə atılmırıq. Bəlkə ayağımızı atırıq. Ya bir cür deyək, fars olub pərtab kərdən, yəni ayağı tolazlırıq, atırıq. Nəinki özümüzü atırıq. Yəni bu ittifaq düşmür bizdə. Bəlkə ayağı atırıq, qəddimizi sabit saxlayırıq və şumarı 3-də bir baləcə məqsimiz vardır. Hərəkət pəncə üstündə icra olunacaqdır. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, şəx, 1, 2, şəx, şəx. Ütüləmə hərəkətində çox mühüm və önəmli bir mövzu ki, həttəmən gərək riayət eləyək, qəddimizin nəvəsanıdır və mütəfavit əllərlə də icra oluna bilər. Bu iki eləyə bildik qartal saxlayaq bu hərəkətdə. Bu iki eləyə bildik əlimizi form saxlayaq, açıq qartal saxlayaq bu hərəkətdə. Ya əllərimiz eləyə bilər, kəmərdə if olunsun, kəmərdə olunsun və ayaqlar ütüləməni gedilsin qabağa. Ütüləməni birlikdə istəyirik təmin eləyək. Fəqət istəyək bunu gözəl vəziyyətdə yerinə salaq. Əvvəl birinci ütüləmədən başlayırıq. Yəni olur 1, 1, 1. Hər seri ayağımızı nə edirik? Dəyişirik. Amadıyıq, bahəmlikdə gedək. Solu saxlayırıq qabaqda. Mənim sayımla ayağı dəyişirik. Başla. 1, 1, 1, 1, 1. İndi bu seri ayağı 2 seriyə aparaq. Yəni bir dənə təpikdə 2 seri ayaq vurulsun. Olsun 1, 2, 1, 2. Yəni hər təpikdə 2 seri ayaq vururuq. Lütfən bahəm, ayağı saxlayırıq. Hər təpikdə 2 seri. Başla. 1, 2. 1, 2. 1, 2. 1, 2. Kollən də pəncədə hərəkət icra edirik. Və nəhayətən getiririk əsl ütüləməliyə ki, 3-cü ütüləmə deyirik. Bu ittifaq düşür. Deyirik 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, sağ, 1, 2, sol, 1, 2, sağ, 1, 2, sol. Lütfən videonu istop edin və başlayın müdavim təmrin təh qeyti, cüt qeyti və üç qeyti. 5-ci cəlsəmizin 2-ci hərəkəti. İncə daban. İncə daban. Bir dənə tərkibdir. Əlbəttə adını qoyuruq. Tərkib bundan ötürü ki, eləyə bilər hərəkəti ifa eləyək. Özünə görə bir hərəkətdir, kamil halətdə. İncə daban. Bu ittifaq düşür. Deyirik, daban, daban. Bir dənə vəsətdə ütüləmə vururuq. 1, 2, 3. 3-cü ütüləmə. Ki, ayağı təviz edir, dəyişir. Deyirik, daban, daban, 1, 2, 3. Daban, daban, 1, 2, 3. Mühümtərin nöqteyi ki, burada vardır. Fərz eləyək, bu xətti mən nəzərdə tuturam. Bu xəttin vəsətində dayanmışam. Sağ qıçım gəlir təzaddına, sol tərəfə. Daban vurulur. Həman çobanıdır ki, neçə cələsə qabaq işləmişik. Flex gedir öz yerinə və bir dana ütüləmə ilə ayaq kollən dəyişilir. 1, 2, 3. Dəyişilir və təkrar. İndi sol ayaqda gedir sağ bu tərəfə və bir dana 1, 2, 3. İncə daban 5 şumarı oldu. Daban, daban, bir dənə 3 danalı ütüləmə icra elədik və hərəkətimiz kamil olundu. Həm sağ tərəfi var, həm sol tərəfi var. Bu hərəkətin əllərini tozih verirəm xidmətinizə. Bir miqdar diqqət çox istəyir, çünki əllərlə ayaqlar bahəm gələndə həmahəngi əsəb əzvlarını çox yuxarı həddə istəyir. Deyirik, əgər bizim sağ ayağımız gedir sol tərəfə,
Pəs sol əlimiz gedir sağ tərəfə. Yəni müxalifdir, mütəzaddır. Yəni sağ qıçımız gedir bu tərəfə, sol qıçımız gedir bu tərəfə. Əllər bu tərəfi nişan verir, qollar bu tərəfi nişan verir, ayaq qış bu tərəfi nişan verir. 1 1 1 1 və ütüləmədə əllər qartal qalır. 1 2 3 və təkrar. 1 1 daban daban. Mənim pişnahadım biləcə budur ki, çün taza başlamısınız hərəkətləri öyrəşməyə, xahişim var da əlləri sabit saxlayın. Feili halda əllərin vurmasaz da eləyə bilərsiniz bu hərəkəti icra edəsiniz. Ayaqlar icra olunsun, əllər sabit qartal. Yavaş-yavaş hərəkəti özdə xırdalayın. Ayaq gələndə əlləri əvvəl ayaqları təmin edin. Sağ, sol və yavaş-yavaş bunlar bir-birinə sink eləyin. Ütüləmə və incə dabanın məharətini görürük birlikdə qabağa aparaq. Ütüləmə bir dənə hərəkətdir ki, siz eyni yapışdırmayacaq. Eləyə bilirsiniz, tamam o zəvayayı ki, hərəkətimiz ola bilsin, bunda icra eləyəsiniz. Misalən, ütüləmə ilə eləyə bilirəm bir yerdə hərəkəti vuram. Eləyə bilirəm ütüləmə ilə gələm qabağa. Bu şərtlə ki, qəddimin nəvəsanı çox az olsun, dalıya gedə bilirəm. Əlləri qartal saxlaya bilirəm. Hətta ütüləmə ilə bitmaq ola bilər. 4 vura bilirəm. Bu ütüləmə məharətidir. Yəni tamam zəvayədə mən eləyə bilirəm, hərəkətimi icra eləyəm. İncə dabanın məharətləri. Ütüləmə bu hərəkətin içərisindədir. Pəs eləyə bilirik çox işlər görək. Fəqət bu daban ki vururuq, gərək bunun məharətini başaraq. İncə dabandan eləyə bilirəm. Aram qabağa gələm. Aram dalıya gedəm. İncə dabandan eləyə bilirəm. Bitəm. Bir nöqtədə. Bəli. Bir dənə hərəkəti bundan pişnahət verirəm ki, icra eləməyəsiniz. O da budur. Bundan 4 vurmayəsiniz. İlləti nə mənədir? Daban vuranda hərəkət isti olur. Yəni bir ləhzə ilə bir dayanırıq. Bu gözəl göstərməz. Fərz edin mən hərəkəti vururam, bir dəqiqə etmirəm, yenə dayanıram, bir dəqiqə etmirəm və hərəkət edirəm. Pəs pişnahadım budur. İncə dabandan qabaq, dalı, bir nöqtədə bitmək və 4 hərəkətlərdən bu hərəkəti icra eləməyək. Bu cələsəmiz çox mühüm bir cələsə idi. 2 hərəkət öyrəşdik, ütüləmə, incə daban. Xahişim vardı, kamil vəziyyətdə bunları təmin eləyəsiniz. Əllər oləviyyəti dovum, ayaqlar oləviyyəti əvvəl. O birisi cələsələrdə gözəl bir ittifaqlarla xidmətinizdə olacaq.